Çox şükür olsun ki Allaha mənim ailəm olmayadısa da, ana-ata tərbiyəsi görməsəm də mən, amma özümün tərbiyəsi bəzi ana-atalardan çox üstündür, şükür Allaha. Gel. Gel. Hadi kolunu vur, kolunu vur gel. Gel, yanma, gel. Yoluma ağlamışam, gel. Salam, hər vaxtınız xeyir olsun. Və mən buradan da demək istəyirəm ki, bu Vəsilə kimdir ki, mənim haqqımda danışıqlar eləmək istəyir? Aqil kimdir ki, mənim haqqımda danışıqlar eləmək istəyir? Aqil də, Vəsilə də ikisi də geçsin öz problemlərini məşğul olsunlar. Mənim problemim onun kimi insanlara qalmayıb. Nə Aqilə, nə Vəsiləyə. Tamam mı Vəsilə? Ağlını başını yığ, ged öz dərdini sərvi çək. Belə ağıl verən, məsləhət verən olsaydın, ailən dağılmazdı, bugünkü gündə 5 dənə uşağın başında olardın, yanında olardın. Dilini qoy qarnına, dinməz yerinə. Mənim başımı xərab eləmə. Başa düşdünmü? Sən mənim tayım deyilsən, mən sənin tayın deyiləm. Get topu başqa yerdə oyna. Hər özündən danışsın, hər öz problemlərinə məşğul olsun. Hər birinizin yetəri qədər başından daşacaq problemi var. Geçsin öz problemlərinə məşğul olsun. Hamımız cəmaatın yadından çıxan kimi Hüseyin yada düşürsün, ad yağıldırıcı. Sən kimsən ki, sənə o səlahiyyəti kim verib? Aqil, sən kimsən ki, Vəsilə, sən kimsən ki, məndən danışırsan? Sizin danışıqsa o qədər problemləriniz var ki özünüzdə. Gedin öz problemlərinizlə məşğul olun, özünüzdən danışın. Və Aqilin, Vəsilənin timsalında mənim haqqımda danışmaq istəyənə hansına deyirəm mən? Gedin öz dərdinizi çəkin, öz problemlərinizi çəkin. Yaxşı məsləhət verən idinsə, ailə dağılmağını istəmirdinsə, əleyhinə idinsə, öz ailəvi qoru da. İllərdir üçümüzdən və hilli işlərdə qalmışsın ki, ailəmi, uşağımı görmək istəyirəm. Get gör də, göstərməyən var. Mənim çəkmişim. Çok sağ olun. Teşekkür ederim. Var olasınız. Bu apardı, sədərin apardı, Allah haqqdır. Saliton, yağ kimçiz Yok, sədərin yok. Kimçiz Gör ne güne qalmışım, Vəsilə də məndən danışır. Aqil də məndən danışır. Ne vaxt ağzınızı çəkərəm, ne vaxt danışaram, elə ondan da danışarsınız. Heç mən illərdir Vəsilə yadıma düşmür. Ayşə, Aqil yadıma düşmür. Məndən nə danışırsınız ki? Danışmağa söhbət yoxdur. Yoxsa biraz boş bırakmışam sizi. Ağlınızı başınıza yığın. Gedin öz dərdinizi çəkin. Öz problemlərinizlə məşğul olun. Aqil, sənə Tom da eləyərəm. Jerry də eləyərəm. Başa düşdünmü? Kiməzi Tom Jerry deyib. Şvabrovumuzda 3 metr boyun var. Nə poxo yarayır? Hər ağlını başını yıxsın, öz dərdini çəksin, öz problemi ilə məşğul olsun. Mənim dərdim sərim, sizin kimi səviyyəsi özlərini hörmət eləməyənlər qalmayıb. Camaat Aqil də tanıyır, Vəsiləni də tanıyır, mənə də tanıyır. Mən kimsə alıb aldatmamışam, könül vermişəm, xoşbəxt etmək istəmişəm. Ailə eləmək istəmişəm. Mən deməmişəm ki, gəlsin mən başıma tur pəksin. Mənə başıma çıxsın, dırmaşsın. Kimin dərdi səri? Mənlə yorumlarda da baxıram, gülüş simalikadır. Sənin özün gülüş vəziyyətdəsən, Vəsilə. Sən kimsən ki, mənə də gülürsən? Sən özün gülməli vəziyyətdəsən də. Və qadınsan deyə, qadınsan deyə, min boynumuza, qadınsan. Gəl min boynuma. Qadınsan özünü hörmət elə, qadınlığımı hörmət elə. Axmağın birisi.
ciddi başından rədd ola, nəfəslərinə poxlan. Bir özünüzə hörmət edin də. Səviyyəsiz, səviyyəli. Gəlin mənim canlıma. Xoşun gəlmdən mən sənə dünən xoşum gəlir. Heç tanımamısan, kimsən, nədirsən. Yo, mənə də sizinə çatmır, valla. Özü problemin içində batıb gedir. Məndən danışır. Sən kimsən ki, məndən danışırsan? Sən kimsən? Sənə o valyanı kim verir ki? Başın qaçıb sənin. Yoxsa özü adam sayırsan, özü ali savadlı sanırsan. Mənə özünə hörmət edən, ailə qədri bilən, uşağının yanında olan, uşaqlarını atmayan, elə ağsaqqallar, ağbirçəklər mənə məsləhət verə bilər, ağıl verə bilər. Sənin kimlər yox, nə ağıl kimlər, nə vəsilə kimlər. Sizin özünüzə ağıl verən lazımdır. Ekranlarımızı tıklanana çok sağ olun. Ağlını başına yıxsın, öz dərdini çəksin, öz problemini ilə məşğul olsun. Məndən danışmaq onun kimlərə qalmayıb. Otaqlar nə istidir bala? Ohohoho. Şurada. Heç nə olmayıb. Sadəcə olaraq mən Vəsilənin heç belə normalda o kim, mən kim? Çıxıb Esmira xalanın canlısında, Esmira xala da sağ olsun, orada deyib ki, mənim haqqımda danışmasın. Düz də eləyib. Get öz problemlərini həll elə. Sənin kimlərə mənim məsələm qalmayıb. Özündə öz ailəsini yığıb yığışdıra bilməyən gəlib mənimlə danışmır. Mənə yenə də deyirəm. Ola bilər, mən tək ola bilərəm, nəsə ola bilərəm. Amma o demək deyil ki, kimsə mənim haqqımdır. Mənə özünə hörmət elə analar, bacılar, qardaşlar, əmilər, ağsaqqallar, ağbirçəklər məsləhət verə bilər ki, Hüseyin, ay oğul, ay bala, elədin yolunu yanlışdır, bu şey belə. Sən kimsən, özün yarımçı, ağır vapşı, kömçü kimi hər yeri ailəmi qarışdıran o ATV-nin dövründən. Ondan ona hər qapının ağzına utanmaya, telefon qoyub arvaddan səsini yazan ağıl idi də. İndi kimdən danışır, Tom və Jerry. Sən üzündən danışırsan, kimsən, məndən danışırsan, hə? Çox sağ olun Nurani, təşəkkür edirəm hədiyyə üçün. Mənə özünə hörmət eləyən, ağsaqqal, ağbirçək kimi insanlar mənə fikir bildirə bilər, məsləhət verə bilər, ağıl verə bilər. Ağıl ağıldan üstündür, düzdür. Amma sənin özü ağıl verən lazımdır, çıxıb məndən danışırsan, hə? Sən özün gülməli vəziyyətlisən, kimə gülürsən? Nuranə gəlir, buyurun. Qəfəs, Nuranə, A. Nuranə səviyyəsi 11 səviyyə hədiyyə atma səviyyəsi var. Salam, buyurun. Alo, Bəli. eşidirsiniz məni? Bəli, eşidir. Mənim 67 yaşım var, 4 uşaq anasıyam, nəvəm də var bala, nəticələrim də var. Həyat əzab-əziyyətlə doludur, dözgünən, hər şeyə dözmək lazımdır. Məni kimi dözəcəksən, sənin axrun pis olunca, əvəlin pis olsun, axrun yaxşı olsun oğlum. Sən mənim nəvəm yaşındasan.
Allah Mən can. məsləhətim sənə budur. Mən sənə belə görürəm, mən göz yaşı tökürəm. Çünki mən də əzab-əziyyət çəkmişəm, zülm çəkmişəm. 4 bala bir nəvə saxlayıb Bu böyütmüşəm. mənə misafir istəyatırsınız. Bax, mən qoşuram indi. Sizi demirəm, ümumiyyətcə deyirəm. Burada 3000 nə qədər insan var. Və nə qədər insan atıb. Yer azdır, 7 səviyyə. Hacı xanım qoşaq görək. Ya Allah. Məsləhətim sənə budur, bir ana kimi. Falan. Salam, salam. Təşəkkür edirəm anam. Çox sağ olun. Var olasın. Allah can sağ versin. Sağ ol oğlum, sağ ol. Sağ olun. Nədir bu internetə nə olub? Nə oldu ya buna ya? Alo. Alo. Bəli, Alo. buyurun. Akşamınız Buyurun. xeyir. Akşam Akşamınız xeyir xeyir oğlum. olsun. Nətərsə Hər baş vaxtınız var xeyir. benim. Yavaş ol. Ay Hüseyin, sana qurban olum. Sən özün yetim böyümüsən, oğul. Bilirəm, Aşadda da çox günah var. Yaxşı elə. Davay, xoş gəldin. Buyurun anam, buyurun. Səcdətin xətrinə keç. Valla, mən 35 ildə ailəliyəm. Mən də onun kimi qısqancı olmuşam. Ta elə yoxdan ha. Amma axırınız yaxşı olacaq. O səni sevdiyindən eləyir. O da məsləhət elə. Deyirəm, bax bu işləri eləmə. Mən də bu həyatı pozmayayım. Elə Səccata qurban elə. Başına dönüm. Yox, mən demirəm pisdir, mən nəyəsə pisdir. Yox. Sadəcə olaraq hərdən elə bir xasiyyət var ki insanın həyatını cəhənnəmə çevirir. Bezi özündən asılı elə. Mənə xoşuma gəlmir elə. Belə şey sıxmam. Elədiyim şey olar. Deyirəm ki, bu şeyi mən sındırıram da. Dəfələrlə bu əlimə düşüb sındırıram, vurub sındırıram. Amma bunu kimsə mənim əlimdən alır ki, bala sındırma da bunu. Bunu sındırma. Məsləhətlə danışın, məsləhətlə. Valla səni sevdiyindən eləyir, çox istədiyindən. Ayşe, başıma dönüm, səni çox istədiyindən eləyir. Valla mən sizi elə çox istəyirəm. Balağı da, səni də, Allah can Arşadı sağ da olsun. çox Çok istəyirəm. teşekkür ederim. İndi məsləhətlə danış. Deyinə, bax bu işləri eləmə, həyatların pozulmasın. Valla o səni sevdiyindən eləyir. Amma o dərəcədə yox da, mən Arşadının özü ilə danışacağım mən. Bir-birinizi bax, elə Səccata qurban elə, o da məsləhətlə danış ki, bax, bu hərəkətlər olsa mən səndən ayrılacağım. Bəlkə yola gələcək, indi istədiyindən eləyir. Sən özün yetim böyümüsən, bala. Başına Ay dönüm. Nuranə, nə olur? Açıqda qalan şey, nəsə var burada gülürsən? Bu Nuranə niyə göndərən yoxdur? Bu gülənləri niyə göndər? Nəyə gülürlər bunlar? Nəyə göstərir bunlar gülürlər? Xahiş edirəm, moderator, Nuranə də Onlar- göndərin. O birisləri də göndərin. Onlar sizin- Gülməli şey danışır burada. Özü hörmət eləyin də. Bilirsən, onlar sənin düşmənlərindir, gözü götürməyənlərdir, o gülənlər. Geçsin, Hüseyin kimi oğul dünya üzündə yoxdur. Qanacaqlı mərfətli, hər yolu, Hüseyinə mən 100 yaş vermişəm, ağsaqqal demişəm Hüseyinə. Can Allah can sağ versin anam, çox sağ olun. Allah sizə can sağlığı versin, biraz mən xəstəyəm, mən sana köməkli eləyəcəm. Allah razı olsun. Allah can sağ versin. Allah şükür. Başıma dönüm. Ürəyimdən apresi olmuşam mən, xəstəyəm, Allah başıma bilmiyor. dönüm. Mən özüm sizə köməkli eləyəcəm. Allah razı olsun. Allah köməyiniz olsun. Bir-birinizin məsləhətinə danışın. Düşmənlər var. Düşmənləri güldürməyin. Axşamın İndi- xeyir Aysin qardaş. Hər vaxtınız xeyir olsun. Sağ ol, başıma dönüm. Məni çıxardınız. Gecəniz xeyir Oldu. olsun. Xeyrə qarşı. Sağ ol. Mən sizi o qədər izləyirəm ki, o qədər hər zaman inan ki, o verilişdə də o qədər sizin xətrinizi çox istəyirəm. Bir izləyici kimiyəm mən. Mən bu TikTokda zadda mənim işim yoxdur. Sadəcə sizə görə mən çox maraqlanıram. Bilirsən, yetmə, gəl deyən çoxdur, çörək verən azdır. Bax bunu mən sənə bir böyüyün kimi deyirəm. Sən bu verilişlər var ha. And olsun Allaha, reyting üçün sizi Salam Simə xanım, buyurun, xahiş edirəm. Mən bu mövzuları mənə qatışdırmayın. Çox xahiş edirəm. Moderatorlarımız da sağ olsun aktivlik edirlər.
Elə danışanlar, üzr istəyirəm, mənə başa düşün, əzizlərim, ürəklərim. Sonra gedirlər başqa cür çatdırırlar ki, Hüseyin oturub verilişləri məxrəzəyə qoyub, nə bilim nəyə qoyub. Məni problemə salmayın, başınıza dönüm, ayağınızın altını dönüm. Özümüzdən danışağın. Veriliş neyini, kimə neyini, mən hələ elə görməmişim ki, məndən nəsə qazansın. Qazanan qazanır, düzdür. Allah can sağlığı versin. Allah kömək olsun. Zaurun da, Xoşgülüm xanımın da. Allah balalarını saxlasın. Allah anasına, atasına rəhmət etsin. Bugünkü gündə mən burada Ayşər xanım qoşulmaq istəyir. Qoşun Ayşər xanımı zəhmət olmasın uşaqlar. Cebimdəki atskini sən götürürsən? Ay Yusuf, bu nədir? Mən düşmüşəm bura. Bu Sima nədir düşüb bura? Misafir istəyatmışsan. Bu nədir düşüb bu? Ayşe, sənə xəbərdarlıq edildi axı. Canlı yazmısan ki. Mən canlı açdım ki, sənin tərəflədiyin Vəsilə xala, Anna, Vəsilə xala və Vəsilə xalon, Vəsilə anon ağzını açıb Allah yolunda məndən danışır. Vəsilənin tayı düşüyəm mən, ədəxlasıyam mən onun, padruqasıyam mən onun və o bir Aqil dayı. Aqil dayı. Paştalyonlar var, burada səndən ora, ondan buna çatdırsınlar. Get sözü və özünə de də. Buradan ora, oradan bura, oradan bura, buradan ora. Axı xəbərdarlıq edilmişi canlasın. Mən də canlasım, sənin haqqında danışdırım izləyiciləri. Mən sənin haqqında nəsə danışdım, nə deyirlər, cəmaatı, ailə dağıt. Nə istəyir, Gəl mənə məlumat yayır ki, Ayşə, Hüseyin səndən danışır. Qələt eləyirə onu danışan, mən heç Ayşə da çəkmişəm burada. Yaxşı, izləyiciyə nə şərait yazsan ki, mənim haqqımda danışsın. Sənin haqqında pis nə danışırlar burada? Mən pisəm ki, məndən də pis danışsınlar. Xeyr, ona görə də bəs kim danışdı? Ayşin, canlıyı bağlayırsan, mən də açıram bu dəqiqə. Mənim də öyle sözlərim var. Mən ona görə açmadım. Mən ona görə açmadım. Mən açdım ki, Vəsilə xalandı. Ayşədə nəsə olsa Ayşədə yiyəsə kim cavab verəcək? Yaxşı, mən də belə deyirəm. Ayşədə nəsə olsa Ayşədə yiyəsə kimlər cavab verəcək? Kim yox, kimlər cavab verəcək? Mən də belə deyim. Yox, nə olmalıdır ki, nə olacaq ki sənə? Yox da Ayşədə nəsə olsa, Ayşədə qorsan məsxəriyə də. Nəsə olsa kimlər cavab verəcək? Ayşə yiyəsizdir. Ay bala, ekspert var, bir şey var. Geçin müayinə edəcək. Vurub öldürüblər, yoxsa özündən öz-özünə keçinib bu. Hər şey var da, yox. Kimi cavab verməlidir ki? Yox da mənə nəsə olsa kim cavab verəcək? Mən də belə deyirəm. Canlı bağlayırsan, yoxsa mən də açım ürək sözlərimi deyim. İzləyicilərə qoşun bir tak danışsınlar da. Mən nə deyirəm ki, bala? Məsələ xalaya adını çək, Məsələ xalaya denən ki. Mən də ona deyirəm də, mən Ayşə dedi. Alışına qoşun da, bura yeridir. Ay Ayşə, mən Ayşədə qoymuşsan, açımsan Ayşəddən danışılır. Ayşə dedim, mən ay millət, mən Ayşədə çəkdim burada bu canlı açılandan. 15 dəqiqədə canlıyam da. 20 dəqiqədə. Ayşə çəkmişəm mən. Ailələri danışdırırsan da, bəsdir də. Nə deyirdi? Ailəni dağıtma da, bir söz deyir. Ailədə buranın müzakirəsi elə. Bildim də, yaxşı sağ ol. Yaxşı, git. Oy. Mən deyirəm Vəsilə xaladır, ondan sonra Aqil, kim danışır ümumiyyətcə? Keçin özlərindən danışsınlar, öz problemlərini həll eləsinlər, mənim adımı çəkməsinlər, 3-4 gündür mən canlı açmıram, o demək deyil ki, kimsə ağzını açıb Allah yoluna mənim haqqımda giz-giz ağzına gələni danışa bilər. Bu qədər də insan, Aysu Ofical, o bilim Qazi Əlmətdir, Ümüdüm, Səma, Əskər anası, gör nə qədər səviyyəli Əskər anasını qoşun. LLS, o bir nə qədər səviyyə, hədiyyə atma səviyyəsi var. Adama bilsin nə təsir edir? Hədiyyə atanda ki, başqalarını atırlar. Amma misafir lazım olan, takipçi lazım olanda gəllə getim yetsin ki, səviyyələrinə ki, bizdə də nə suçu olsun. Kimə hədiyyə atıyorsun, gelin o səviyyələrini qoşunun da əzizləri. Salam Əskər anası, buyurun.
Axşamınız xeyir. Hər vaxtınız xeyir olsun. Qısa, Ay qısa. Hüseyin, İkinizi qısa edin. biz də ailəli olmuşuq, cavan olmuşuq. İndi hal-hazırda bir 15-17 ildə ailəliyəm mən də. Allah xoşbəxt Siz eləsin. ki, sizin də balanız var. Hər şeyi balanıza qurban eləyin. Yəni mən də izləyirəm sizi, görmüşəm, bu şeylərin hamısını yaşamışam. Yəni balana qurban elə hər şeyi. Çox sağ olun hədiyyə üçün və digərləri. Sans balanın başına hər şeyi. Temboli də körpə uşaqdır, qız da, sən də, ikiniz də. Hər şeyi balanıza ötəri dözün Ayşə, ki. o barədə danışmayaq. Gözlər gedib Ayşədə deyirlər, Ayşə də oradan başlayır. Mən o mənada istəmirəm. İndi nə olacaq Allahın köməyi ilə? Belə mən istəmirəm. Bu platformalarda hərə bir ağızdan danışır, hərə bir şey deyir. Bugün mən o barədə danışmaq istəmirəm. Biraz rahatlıq istəyirəm. Biraz sakitçilik istəyirəm. Əlbəttə, Biraz əlbəttə. müalicə istəyirəm. Biraz beynimin sakitlənməsini istəyirəm. Yaxşı olar inşallah. Səbirli olun. Allah can sağlığı. Çox sağ olun. Təşəkkür edirəm. Minnətdarım. Var olasınız qoşulduğunuz üçün. Bu eyni göndərin geçsin də sən o vaxtı dedi, sən o vaxtı dedi. Keçən əli yağlı olsaydı birinci öz başını gəlirdi.